Şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulacaq. Qanuna görə heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda özəl sektorda işləyənlər də gəlir vergisi ödəməli olacaqlar. Azərbaycanda 2026-cı ildə minimum əmək haqqı və minimum pensiyanın məbləği dəyişməyəcək. Ətin qiyməti 21 manata qalxıb. 2026-cı ildən etibarən təqvim ili ərzində bir nəfər bir telefondan artıq gətirərsə, hər əlavə telefon üçün 100 manat aksiz vergisi ödəməli olacaq. Темная ночь, только пули свистят по степи, только ветер гудит в проводах, тускло звезды мерцают.